Paşinyanın təyyarəsi Moskvaya eniş üçün icazə ala bilməyib. Gündəm xəbərinin efirində 11 dekabr tarixidir və bir xəbər diqqətinizi çatdırırıq. Belə ki, Nikol Paşinyanın təyyarəsi Moskvada eniş üçün icazə ala bilməyib və bu səbəbdən də təyyarə Sankt-Peterburqda eniş etmək məcburiyyətində qalıb. Gündəm xəbər Rusiya mediasına istinad məlumat verir ki, ACG 319 eniş pəncərəsini gözləyərək təxminən 1 saat Tver vilayəti üzərində dövrə vurub. Lakin Pulkova hava limanına sonradan yönləndirilib. Qeyd eləyək ki, Rusiya mediası bildirir ki, hava hərəkətinin pozulmasına səbəb Moskva bölgəsinə son zamanlarda ən böyük dron hücumlarından biri həyata keçirilib və Müdafiə Nazirliyinin məlumatına görə hava hücumuna müdafiə qüvvələri gecə ərzində Moskva vilayəti üzərində 32 puanı vurublar və sakinlər də bir sıra şəhərlərdə məhz partlayış səslərinin eşidildiyini bildirir. Qeyd eləyək ki, Nikol Paşinyan Rusiyaya məhz Almaniyadan uçub.